Çünki məni yoldaşım mənə pozitiv enerji verirsə, mənə istiqamlığı verirsə, mən o sevgimi balalarıma verirəm. Amma yox, o mənə bütün sifət görsün, acılıq eləsin, kobudluq eləsin, avtomatik bir qadın olaraq agresiv olursan. Mən boşanaram. Ayrılıb gedərəm, özüm böyüdərəm. Nə olub mənə? Təbii ki, elə qadınlarımız var ki, zəifdir. Necə zəifdir? Xarakter olaraq dominant xarakter deyir. Hansı ki, bacarmır. Deyir, Arzu, ana evimə gedim, anam mənə təpik qoyacaq. Ata evimə gedim, ata mənə deyəcək, davay, xoş getdin. Məsəl üçün. Hə? Hara gedim? Günü bugündə o qədər öz dünyasını dəyişən cavan qızlar var. Bilirsiniz nədir səbəbkarı? Səbəbkarı ana atalardır. Niyə? Çünki hansısa oğraş, üz istəyirəm böylərdən, köpək oğlu qızın təmizliyindən istifadə edir. Bizim alnı açıq, təmiz qızlarımız var. Ola bilər, sabah mənim balalarımın başına nə gələcək bilmirəm. Qız təmizdir, vurub sevir, vurulur ona. Hə? Onun təmizliyinə su istifadə edir. Su istifadə edir, sonra o qızı qoyur yarı yolda. O qız da qorxusundan, indi ola bilər Bakının qırağında olsun, ola bilər Bakıda olsun, ev qızı olsun, bilmir, etmir. Deyir, anamın yanına gedərəm, deyərəm həqiqəti, anam vurub öldürər. Atamın yanına gedərəm, atam vurub öldürər. Qardaşıma deyərəm, qardaşım vurub öldürər. Luç özümə bir şey deyim, tek bunlardan canım qutarsın. Amma əgər analar vaxtıykən balalarına o sığınlığı, istiliyi, o dostluğu göstərsə, o bala günü Allah eləməmiş, heç bir anaya arzulamıram. Balası o səhvi eləsə, yenə də səhvi ilə balasını qəbul eləməlidir. Mənim də qızlarım var. Sabah mənim başıma nə gələcək bilmirəm. Danışa bilmərəm. Həyatdır. Çünki o qədər uğraşlar var ki, qızların yaxşılığından, təmizliyisindən su istifadə edirlər. Ona görə bəzi analar çalışın balavıza biraz qucaq açın. Ki, o gedib hansısa pozğun dosta, hansısa pozğun qonşuya, hansısa başqasına möhtac qalmasın. Başa düşdünüz? Ki, bilsin ki, mənim qayıdacaq yerim varsa, yenə də mən anama əl tuta bilərəm. Yenə də mən anama gedə bilərəm. Ola bilər, həyatda da səhvsiz qul var, yox. Mənim də həyatımda səhvlərim var. Elə bir qadın yoxdur ki, bu həyatda səhvsizdir. Hər qadının səhvi var. Əsas odur ki, səhvimizdən dərs alaq.